Axşamınız xeyir. Doğrudan da bu günləri bura Buketdir. Buket. Uzun millərdir ki, görmədiyimiz adamları görürük. Hələ mənim bu günləri gəlməkdə, o kitab məndə evdə var, özü də ki, onu oxumuşam mən. Amma bura gəlməkdə məqsədim səni görmək idi. Çünki çoxdandır mən görmürəm səni. Xəstələndin, eşidirdim. Hal-əhval tuturdum. Amma gələ bilmirdim mən. Çünki sən gəndə heç olmasa babatsan, mən səndən də betərəm bu dağa. Hə, ona görə çox çətin idi deyə dedim gəlim səni görüm. Çox gördüm. Hə, çox belə rahat oldum ki, maşallah yaxşısan. İndi bu gündən sonra hətta durub əməlli başlı çəkilişlərdə geyəcəksən. O ki qaldı deməli bugünkü yığıncağın məqsədinə. Deməli oturdum evdə mən baxdım o salnamə kitabıma. Hardasa təxminən 650 bədii film çəkilib Azərbaycanda. Cəmi 650 təxmini. Bəlkə də çoxdur. Amma 18-ci ildə dayanmışam da mən salnamədə. Ona görə sonradan yenə də çəkilib. Hə. Amma o sonra da belə fikir... Sonra da çəkilmir düzənləri. Yox, çəkimləyinə belə çəkilib də. İndi pis, yaxşı, amma çəkilib də. Hə, var, filmlər var. Yaxşı filmlər də var. Amma deməkdə məqsədim orasındadır ki, o filmləri sadalamaqda məqsədim orasındadır ki, bizim bu qardaşımız o birinci filmdə, mən nəzərdə tuturam, o böyük rolunu nəzərdə tuturam. O roldan sonra bu Azərbaycanda yox ha, SSR-də gənclik simvolu kimi tanındı. Çünki Moldaviyada bir yerdə olmuşuq və sən də o cümlədən. Deyəsən, sən də oradaydın, ya yox? Mənə deyirsiniz, mən evdəydim. Evdəydin? Leyla xanım biz. Yəni, orada mən o... Həmidə xanım orada olub. Hə. Leyla xanım. Hə. Muxtar Dadaşov. Hə. Orada da gördüyüm mən, misal üçün, o öz vəzifəmə görə də jurnalist kimi oradan aldığım o deməli müsahibələrdə Ənvər haqqında orada da qızlar vurulmuşdu ona. Təkcə Azərbaycanda yox. Yəni Bakıda onun o tonlarla, məktubundan başqa orada da qızlar çox belə danışırdılar. Hələ deyirdim kinodan danışın, başlayırlar bundan danışmağa. Hə, bu o deməkdir ki, yəni aktyor bu filmdə özünü oynayıb. Çox maraqlı şeydir bu. Düzdür, burada rejissorun rolu çox böyükdür. Amma bütün filmi izləyəndə görürük ki, necə ki bu Murad ekrandadır, həyatda da həmən Murad idi. Çünki sonra filmdən sonra da baxırdıq, gördük ki, həmən adamdır bu. Yəni tavadı yox idi burada. Hə, o bir də sonra mən o çəkilişdə iştirak eləyirdim də filmlərdə. Bir gün gəldim çəkilişə, o nədir onun adı filmin, Möminatla bir yerdə, Dərviş. O Dərvişdə oturdum kənardan baxdım, dedim ilahi, bu qızla bu oğlan nə qədər yaraşırlar bir-birlərinə. Heç kimi heç nə demədim, sən demə bunlar o vaxtın nişanlı olurlar. Amma mən baxdım, nətər tapılıb bunlar rolda o qədər bir-birlərinə uyğun gəlirdilər ki. Dedim, kaş bunlar sonra evlənəydilər və sonradan doğrudan da evləndilər. Və bir də mən bunları Moldaviyada izlədim. Baxdım, gördüm ki, necə ki o filmdə bunlar mehriban idilər, otururdular bir yerdə o priv vaxtlarında. O Moldaviyada da eyni ilə bu bir o aristokrat oğlan kimi o xanımın yanında daima əvvəldən axıra qədər durdu. Və ona görə də bilirsiniz nesərdi, çox vaxt görürsən, bir kitab çıxmışdı, Şərq-Qərb nəşriyyatına getmişdim. Kitabları düzüblər orada. Bir kitab ailəm haqqında buraxılıb, görürəm yazı burada sərlövhəsi belədir.
deməli, alim və adam və insan. Alim və insan. Orada soruşdum o redaktorlardan ki, alim qabaqcı olmalıdır, yoxsa insan? Dedilər, insan. Dedim, biz bu kitabda gedir axı, alim, sonra insan gedir. Amma bizim bu qardaşımız sənətkar olmamışdan, sənətkarlıqdan başqa, həm də gözəl insandır. Bilirsiniz, mən onun insanlığına baylı olmuşam. Bir yerdə, bir yığıncaqda, kinostudiyanın özündə, ya bir adamdan eşitməmişəm ki, bu bir adamın dalıcan danışsın. Bir adam haqqında bir söz desin. Yaxud da ki, kiminlənsə vırışsın, yaxud da ki, çox olur da belə şeylər. Görməmişəm bunu. Görməmişəm. Və eşitməmişəm. Özü də əsas odur ki, eşitməmişəm də. Yəni, ona görə mən səni çox istəyirəm. Və ona görə də bu günləri gəldim ancaq səni görməyə. Danışmağa yox, nə bilim, nəyə görə yox, səni sadəcə görmək. Çünki bu bir yerdə 63-cü ildən mən kinodayam. 63-cü ildən mən kinoda bütün insanları başdan ayağa hamısını rengindən çıxartmışam. O cümlədən səni də. 65-də də sən gəlmirsən. Yəni, hə? Rengin təmiz, ağ bir vərəq. Ağ bir vərəq. İnsan doğulanda ağ bir vərəq olur. Sonradan o ağ vərəqə yazılır, qaralır, körlanır. Amma bu kişi necə elə doğulubsa ağ vərəq, elə indinin özünə qədər də belə gedir bu. Ona görə də mən sənə möhkəm can sağlığı arzu edirəm. Bizə, sən məndən cavansan. Amma deməli, mən bir söz demək istəyirəm sənə ki, gəl dalımcan. 80'e ya 90. Hə. 80'i də vur başa. Durma. Sağ ol. Adil, çox sağ ol. Minnətdarım. Yo, mənim dalımcan gəlsə, çox gözəl olacaq. Baxımdan, amma belə fiziki baxımdan yaşayır. Niye? Çok yaşamak lazım. Elə, Yaşlanmak güzeldi. əlbəttə. Yaşlansın. Gözəl heç nə yoxdur. Yaşlansın, 80'ı da keçsin. Mən indi 84'əm, 84. Abi, 84'əm də, necə yəni? Yo, 80 nə də? 80. Ona görə deyirəm, gəlsin dalımcan da. Hə, sağ ol. Bir də icazə özlə mən gedim evə, çünki mənim dərmanlarım qalır burada. Hə, onları mən sonra əziyyət çəkirəm. Yox. Ne vaxt istersen gelip bizde de xüsusi olur. Mən bunun adını qoymuşam Asif, Vasif, Ağasif. Çünki mən bunun adını heç cür deyə bilmirəm. Ona görə deyirəm Asif, Vasif, Ağasif. Asif, Vasif, Ağasif doğrudan da unikal bir oğlandır və bizim evə tez-tez gəlir, söhbətlərimiz çox olur. Demək istəyirəm o kitabı, deməli, bunun özü içindən gəlib o kitabı yazıb o. Bilirsiniz? Amma o nəşriyyatın işçisi varsa burada, mən demək istəyirəm ona süz. Seninle olan rəhbəri. Çox gözəl, çox sağ olun ki, belə bir işi siz götürdünüz, boynunuza çap elədiniz. Amma xahiş edirəm sizdən, bilirsiniz, bunun zəhməti böyükdür o kitabda. Orada bunu vermişsiniz ideya və tərtibçi dövr. Bu kitabda tərtibçi dövr. Müəllifdir. Əməlli başlı müəllifdir ya. Tərtibçi tamam başqa şeydir. Bir də, qardaş, sən tənbəllik eləmə. Evdəsən də, otur girən o kitabı qoy qabağına və o kitabdan savayı, bunlarından savayı sənin çoxlu xatirələrin var. Dünən gecə misal ki, Nikita Mikhalkov, sonra Nikulin, Mironov. Andrey Mironov, Qayday, sonra onlar da işlədi, sonra Vayştokun filmində işlədi. O Varjon Yeltsin Apasi. Lev Durov. Lev Durov, Ferenc Benz. İndi bunları yazmaq lazımdır ki. Var orada. Onlar danışılır. Yox, bunlar azdır. Bu çox azdır. Bunun bazvurduna Aslında görə çox, bu kitab çox nazik. İkinci hissəyə. Sağ ol, Aydın.